Gəlin Vəhiy kitabının 22-ci fəslinin 17 ayəsinə nəzər salaq. Ruh da, gəlin də deyir, gəl. Qoy eşidən də desin, gəl. Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. Ata Allah və ana Allah bizi çağırıb. Bir gün evangelist evimə gəldi və mənə təbliğ etdi. Sion üzvlərinin belə sözlər söylədiyini tez-tez eşidirəm. Təbii ki, biz Allahın tapşırıqlarını yerinə yetiririk. Ancaq bizi ora göndərən kimdir? Biz Həvarilərin İşləri kitabında erkən kilsənin tarixinə nəzər saldıqda, Həvari Paul Dəməşqə gedən yolda göydən güclü bir həqiqət işığı aldı. Parlaq işıqda o, Allahın səsini eşitdi. Həvari Paulun əsl adı Şaul idi. Şaul, Şaul, sən kimsən, ya Rəbb? O, yalnız onun səsini eşidirdi və onu parlaq işıqda görə bilmirdi. Mən sənin təqib etdiyin İsam. İsa bu dünyanı tərk edəndən xeyli vaxt keçmişdi. Bəs Həvari Paul həmin anda özünü necə hiss etmiş ola bilərdi? 이런 어떤 내용을 접하고 나니까 사도 바울의 마음이 어떠했겠습니까? O, erkən kilsənin müqəddəslərinin bidətçi olduğunu səhv başa düşdüyü üçün onları şiddətlə təqib etdi. Ona görə də düşün ki, o, sən kimsən, ya Rəbb, deyə soruşduqda onun necə hiss etdiyini düşün. Və cavab verildi, mən sənin təqib etdiyin İsam. Həmin hadisəyə görə Pavel bir müddət kor idi. Sonradan Ananias vasitəsilə yenidən görə bilməsi üçün bir möcüzə baş vermədimi? Çox adam deyir, Ananiya əllərini Paulun üzərinə qoyub, görmə qabiliyyətini bərpa etdi. Ancaq bütün bu vəziyyətləri kim qurdu? Allah hər şeyi yönləndirdi və həyata keçirdi. Allah Ananiyaya dedi, Şaul adlı bir adamın yanına get və əllərini onun üzərinə qoy. Həmçinin o, Həvari Paula görüntüdə Ananiya adlı bir adamın yanına gəldiyini görməsinə icazə verdi. Beləliklə, Allah onların bir-biri ilə görüşməsinə icazə verdi və Həvari Paulun gözlərini sağaltdı. Bütün İncil işlərini təfərrüatı ilə idarə edən və rəhbərlik edən Allahdır. Allah hər şeyə səhnə arxasından müdaxilə etdi. Hər kəs, Allah bizə yalnız Sionda günahların bağışlanması və əbədi həyat xeyir duasını vəd edib. Sion kimin məskənidir? Allahın məskənidir. Bununla qürurumuzu heç vaxt itirməməliyik. Evinizdə sizinlə yaşayanlar kimlərdir? Onlar sizin ailəniz deyilmi? Bəs niyə biz həmişə Sionda yaşayırıq? Çünki biz Allahın övladlarıyıq. Bayramların qeyd olunduğu Sion həm fiziki, həm də mənəvi baxımdan belə böyük məna daşıyır. Buna görə də biz Sionu bərpa edən ata və ananın lütfü haqqında düşünməliyik ki, bizə həqiqi Allahı tapmağa, əbədi həyatı və günahların bağışlanmasını almağa icazə versin. Vəhiy kitabının 22-ci fəsilinə əsasən ruh və gəlin zühur edib gəlin deyəcəklər. Bu nəyi ifadə edir? Bu, Sionda mənim yanıma gəlin deməkdir, elə deyilmi? Ruhu və gəlini tanımaq üçün biz Sionda olmalıyıq. Ata Allah və ana Allah bizə yeni əhdin bütün həqiqətlərini görməyə, eşitməyə və dərk etməyə icazə verdilər. Ümid edirəm ki, biz onların lütfünü heç vaxt unutmayacağıq, əksinə həmişə onlara şükür edəcək və lütfünü bir çox insanlarla bölüşəcəyik. Çox sağ olun.